Avropanın İSKəndəriyev hava təliqatları mərkəzinin son peyk görüntülərinin təhlillərinə əsasən artıq yaxın günlər ərzində bu peyk məlumatların təhlilləri kompüter vasitəsilə analiz edilir və artıq bu analizin son təhlillərindən nəticələrinə əsasən yaxın günlər ərzində gözlənilən bulud sıxlığı haqqında, yəni troposferin həm aşağı qatlarında, həm də troposferin yuxarı qatlarında gözlənilən buludların aktiv inkişafı haqqında ümumi məlumatları sizin diqqətinizi çatdırırıq bu modelə baxaraq. Xüsusilə də mart ayının 30-u və 31-də kanalda əvəz edilir bildiyiniz kimi Azərbaycanın şimal və qərb rayonlarında ara bir qısa müddətli leysanın yağması nəticəsində bəzi ərazilərdə yenidən su basma hadisələri müşahidə edilə bilər. Aprel ayının 1-i, 2-si və 3-ündə Azərbaycanda hava temperaturunun bir xeyli yüksəlməsi, xüsusilə də aprel ayının 3-ündə temperaturun kəskin yüksəlməsi gözlənilir. Artıq aprel ayının 3-ündə maksimal temperatur bəzi ərazilərdə müsbət 20-25 dərəcədən yüksək ola bilər. Lakin aprel ayının 4-ündən 9-una qədər olan müddət ərzində artıq mümbir sınaqlı şərait nəticəsində həm ölkə ərazisində, yəni Azərbaycanın daxili ərazisində bir proses gözlənilir. Yəni ölkə daxili proseslər nəticəsində lokal topa yağış buludlarının və laylı yağış buludlarının inkişafı gözlənilir. Artıq bu prosesin bir qədər də güclənməsi ehtimalı var. Aprel ayının artıq 5-i, 6-sında isə Qazaxıstan ərazisindən güclü ekstratropik siklon sisteminin Xəzər dənizi arasında keçməsi ehtimalı var. Bu sistem əgər faktiki olaraq güclənərsə artıq bu yerli hava kütlələri ilə xarici hava axınlarının bir-birinə toqquşması fonunda artıq Azərbaycandakı yağıntıların kifayət güclənməsi ehtimalı var. Bu riski də nəzərə almaq lazımdır. Yəni bu proses real zaman ərzində baş verəcək. Aprel ayının 4-ündən 9-una qədər olan müddət ərzində yenidən geniş miqyaslı leysanların yağması və sel daşqınının baş verməsi ehtimalı var. Aprel ayının 4-ündən başlayıb 9-una qədər olan müddət ərzində Aralıq dənizinin şərqində və Qara dənizdə formalaşan güclü ekstratropik siklon sisteminin Türkiyə ərazisində güclü leysanların səbəb olmasından sonra artıq aprel ayının 4-ündən başlayaraq bu sistemin tədricən Qafqazın Cənubi Azərbaycan arasına yaxınlaşması ehtimalı var. Daha doğrusu bu sistemin qarları respublika arasına daxil olacaq. Lakin yerli hava axınlarının təsirindən Azərbaycan arasında lokal xəraktərli topa yağış buludlarının aktiv inkişafı ehtimalı var və Qazaxıstanda da bir növbəti ekstratropik siklon sisteminin aktivləşməsi və Qazaxıstanın xüsusilə də Xəzər sahillərindən bu sistemin Qafqazın Cənubi Azərbaycan arasına doğru müdaxiləsi ehtimalı var. Yəni bu proses real zaman ərzində baş verərsə artıq aprel ayının 4-ündən 9-una qədər olan müddət ərzində Azərbaycandakı yağıntıların kəskin artması ehtimalı var. Yəni bu riski də nəzərə almaq lazımdır. Bu proses nəticəsində artıq, yəni iqlim dəyişikliyi nəticəsində artıq əvvəllər adi hala çevrilən bir, yəni normal bir leysan artıq iqlim dəyişikliyi nəticəsində bu leysanın intensivliyi, gücü və əraziyə müdaxiləsi daha da artır və nəticədə şəhər təsərrüfatı bu yükü götürə bilmir və geniş miqyaslı su basmaları hadisələrinin təşkillanması səbəb olur. Eyni zamanda yaz yağışlılıq dövründə dağlıq ərazilərdə əriyən qar sularından qarşılanan bu leysan sularının da çaylarda 2 qat suyun artmasına səbəb olur. Yəni cürsulluluq dövrünə müvafiq olaraq bu proseslər baş verir. Lakin 2026-cı ildə isə 2025-ci ilin cürsulluluq dövrü ilə müqayisədə 2026-cı ilin cürsulluluq dövründə yağıntıların dəfələrlə daha da artması gözlənir. Çünki super El Niño prosesləri gözlənir. Super El Niño prosesləri nəticəsində Xəzər ölkələrində yağıntılar bir xeyli artır və aprel ayının 4-ündən 9-una qədər olan müddət ərzində də yağıntılarda artım ehtimalı var. Hətta proses lokal xarakterli şiddətli leysanlara səbəb ola bilər. Qazaxıstan arasında formalaşan ekstratropik siklon sisteminin Xəzər dənizindən rütubətin nəmi Qafqazın cənubuna doğru daşınması nəticəsində yerli hava axınlarından xarici axınların bir-birinə toqquşması fonunda artıq yağıntıların da Azərbaycan arasında lokal xarakterli şiddətli olması ehtimalı var. Bu barədə real zaman ərzində yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın meteosat peyk məlumatların təhlillərinə əsasən xüsusilə də hazırda Qafqazın şimalında lokal xarakterli, lakin intensiv ekstratropik tipli siklon sisteminin aktiv inkişafı müşahidə edilir. Nəticədə Qafqazın şimal ərazilərində, Şimali Qafqazda yenidən şiddətli leysanların yağması ehtimalı var. Bu sistemin hərəkət istiqaməti nəticəsində yenidən Aralıq dənizinin şərqindən intensiv xarakterli rütubətli hava axınlarının artıq Azərbaycanın xüsusilə də şimal-qərb rayonlarına, Naxçıvana, Böyük Qafqaza, Kiçik Qafqaza, Gəncə Qazaxa və Dağlıq Şirvan arasına doğru lokal xarakterli intensiv topa yağış və laylı yağış buludlarının daşınması müşahidə edilir. Bu prosesin faktiki olaraq inkişafı onu göstərir ki, mart ayının 31-i axşam saatlarına qədər olan müddət ərzində Azərbaycanın Gəncə Qazax ərazisində, Naxçıvanda, Kiçik Qafqazda, yəni Daşkəsən, Gələbə, Kərbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazisində, eyni zamanda Böyük Qafqazın
Balaçan, Zaqatala, Şəkir, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızılquba, Sarıqasmazda, eyni zamanda mərkəzi alanda və Cəlilabad asrında qısa müddətli yağış yağması, xüsusilə də Böyük Qafqazda, Gəncə Qazaxda və Böyük Qafqazın şimal-şərqində, dağlıq şəhər arasında isə bu yağışın lokal xarakterli, şiddətli olması ehtimalı var. Nəticədə çaylarda sululuğun yenidən artması və lokal sel, daşqın, su basma hasarının artması ehtimalı var. Ümumilikdə isə Kür çayında Varaz çayında sululuq artacaq, çünki həm Gürcistan ərazisində, həm də qonşu Türkiyə ərazisində yağıntılarda kəskin artım gözlənilir. Nəticədə qarın əriməsi nəticəsində sular artır, həm də ki leysan yağışlarının təsirindən artıq bu proses daha da güclənir. Nəticədə Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında, Varaz çayında sululuqda artım ehtimalı var. Təbii olaraq cürsulluq dövrüdür. Lakin 2026-cı ildə isə bu cürsulluğun bir qədər ötən illərlə müqayisədə daha çox olması gözlənilir. Çünki Super El Niño dövründə daha çox Qafqaz regionunda və Kəsər hövzəsi ölkələrində yağıntılarda bir xeyli artım müşahidə edilir. Faktiki olaraq biz bu proseslərin artıq ilkin siqnallarını görürük. Yəni ümumilikdə mart ayının 31 axşama doğru, axşam saatlarına qədər Azərbaycan ərazisində arabir lokal qısa müddətli yağış yağması ehtimalı var. Lakin xüsusilə də artıq aprel ayının 1-2 ölçüsündə temperaturda artım gözlənilir. Ən isti temperatur aprel ayının 3-də olacaq. Aprelin 3-də maksimal temperatur hətta müsbət 20-25 dərəcədən yüksək ola bilər. Aprel ayının 4-dən 9-na qədər isə yenidən Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi üçün münbir şəraitinin yaranması gözlənilir. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq.